Mənim dünya mağında gözüm yoxdur. Bugün bir tikə çörəyim var, min bərəkət. Sabah da Allah kərimdir. İnsan gərək az göz olmasın. Özgə malını göz dikməsin. Elə devlətlər də elə. Bax, deyilənə görə ilk devlət İran ərazisində olub. İndi bax halına. Ərəblər neçə əsr dünyanın yarısına ağalıq elədilər. İndi gör nə günə qalıblar. Sonra canım sənə desin. Səlcuqlar 200 il, Monqollar 300 il, o biri bu biri nə günə qaldılar. Ya heç hökumətləri yoxdur, ya da parça-parça bölüb oba ağalıq eləyir üstərinə. Bu qoca dünyanın bir qanunu var qədək. Özgə malına göz dikən gözsüz qalar. De indi bunlar da bizim torpaqlara yiyə durmaq istəyirlər. Amma inan Allaha bir günə qalacaqlar ki, qiyamətəcən yaraları sağalmayacaq. Odur ki, hər kəs öz yerində otursa məsləhətdir. Ona qalsa biz ondaki əvvəldən. Hədə. Əvvəlindən salan olsaydı əgər başa bizi, cəhlimiz salmaz idi bunca dağa daşa bizi. Azacıq elmimiz olsaydı əgər əsrə görə, boyun əydirməz idi qonşuya yoldaşa bizi. Nə hünər var, nə biligimiz, nə də ki devlət mal. İtaatsun da yeməz, hiss eləməz laşa bizi. Şübhəsizdir tüpürə surəti itibarımıza, göstərən olsa bu sima ilə nəqqaşa bizi. Üzü dönsün görüm ol ağuya dönmüş çöreğin, yaxşı möhtac elədi qəhbiyə uğraşa bizi.